Biz bunu demirik ki Türkiye geldi adı. Ama bəli, Türkiye'nin dəstəyi olmasaydı, Türkiye Azərbaycanın yanında olmasaydı, Azərbaycan Qarabağı ala bilməzdi. Niye ala bilməzdi? Azərbaycan güclü ordusu da var idi. Azərbaycan o güclü ordusu Qarabağı da alar, Zəngəzuru da alar, Göyçəni da alar. Allah'ın izni İrəvanı da götürür. Amma Yugoslaviya da güclü dövlət idi. Yugoslaviya ordusu, Yugoslaviyada dövlət var idi. Varşava paktında SSR'dən sonra ikinci orduydu. Yugoslaviyanı nə günə qoydular? Neçə yeri parçaladılar? Bəs Yugoslaviya da güclü dövlət idi. Bəs niyə bu kadar parçalandı? Miloševiç də güclü liderdir, Serb millətçisi idi. Və niyə Miloševiç Qaqa tribunalında axırda məhkum elədilər, elə orada da öldü? İrak, Saddam Hüseynin Irak'ı, Saddam Hüseynin dövründə İrak ordusu say baxımından dünyada 4-cü orduydu. SSR, ABŞ və Çin ordusundan sonra say baxımından İrak ordusu dünyada 4-cü orduydu. İrak ordusu Ərəb dünyasının ən güclü ordusuydu. Saddam Hüseyin atom bombası yaradırdı. Mühendisleri var idi. Nə günə qoydular? Saddam'ı da astılar. Bəs güclü orduydu. Yəni güclü ordu, Ukrayna ordusu mənim zəif ordudur. Ukrayna ordusu hal-hazırda Avropada, Türkiye'nin və Rusiyanın çıxmaq şərtilə Avropada ən güclü ordudur. Quru ordusu Ukraynanın bu saat Avropada ən güclü ordudur. Və niyə bugünə düşüb? Çünkü onların bir Türkiye'si yok idi. İlham Əliyev çıxışında nə demişti? Xarici mətbuat orqanlarına çıxışlar verdi. Nə demişti ki F-16'lar buradadır. Lazım olsa 3-cü dövlət müdaxiləsi o F-16'lar qalxacaq. F-16'lar kimin idi? Kimin idi ona F-16'lar? Mozambikin idi, Azərbaycan idi, Yardaniyan idi, belki İsrail'in idi, Türkiye'nin idi de. Yani Türkiye'nin idi. Ona göre biz dedik de Erdoğan yanımızda durdu, biz aldık da biz onu deyirik. Biz onu demirik ki Erdoğan aldı ama Erdoğan yanımızda durdu. Erdoğan AK Parti iktidarı Türkiye'de iktidardan geçse bu Azərbaycanın ziyanınadır. Tarix boyu belə olub. Türkiye'de Kemalistler iktidarda olanda Azərbaycan həmişə uduzub. Kemalistler Türkiye'de 1920'de iktidara geldiler. Azərbaycan Rus'a verildi. Kemalistler 1992-93'te Türkiye'de iktidarlıydı. Biz Qarabağı itirdik. Süleyman Demirel'den de elə dəstək istənilmişdi de. O vaxtki Azərbaycan iktidarı. Soruşa bilərsiniz o vaxt hakimiyyətdə olanlardan. Süleyman Demirel'den de kömək istəmişdi. Süleyman Demirel demiş ki gedin Ruslarla razılaşın. Ama Erdoğan'dan kömək istədi. Erdoğan dedi yanındayım. Erdoğan demədi gedin Ruslarla razılaşın. Dedi yanındayım get. F-16'larım da ordum da ölkəm də hamısı yanındayım.